Hər birinizə salamlar. Bu günlər mən sizə tarix test topusu 1-ci hissədən Hindistan mövzusuna aid olan sualların izahını verəcəm. Keçək suallarımızın izahına. Deyək ki, 1-ci sualda qədim Hindistanın böyük elmi ixtirası. A variantında yazıb ki, kağız. Kağız bildikki Çinlilər tərəfindən ixtira olmuşdur, ona görə A-nı çıxırıq. B-də yazıb ki, 0 rəqəmi. Bəli, 0 rəqəminin ixtirası Hindistan tarixinə aiddir. Ona görə B-də doğru cavabımız olacaq B variantı. C-də yazıb beton yanlışdır, Romalılara aiddir. D-də kompas yazıb Çinlilərə aiddir. D-ni də çıxırıq. E-də günəş və su saatı isə Misirə aiddir. İkinci sualımıza baxaq. İkinci sualda deyir ki, deməli, eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında qədim Hindistanda Ashokanın dövrünə aiddir. A variantında deyir ki, aristokratik respublikanın yaradılması. Aristokratik respublika Yunan dövlətinə aiddir. Ona görə A variantı yanlışdır. Hindistanda olmayıb bu. A-nı çıxırıq. B-də deyir ki, Makedoniyalı İskəndərə qarşı mübarizə aparılması. Bu Ashokanın dövrünə düşmədiyinə görə B-ni çıxırıq. C-də deyir ki, ölkənin vahid dövlətdə birləşdirilməsi. Bəli, ikinci sualda doğru cavabımız C variantı olacaq. Çünki Ashokanın dövründə vahid dövlətdə birləşdirilmişdi. Doğru cavabımız oldu C variantı. D-də deyir ki, demokratik respublikanın qurulması. O dövrdə demokratik respublika yox idi. E-də deyir ki, məhdud monarxiyanın qurulması. Məhdud yox, tam monarxiya qurulduğuna görə eyni çıxırıq. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, eramızdan əvvəl 4-cü əsr Hindistan və Yunanistan tarixlərində ümumi cəhət təbii ki də burada olacaq doğru cavabımız Makedoniya dövlətinin hərbi yürüşünə məruz qalmaları, yəni D variantı. Dördüncü suala baxaq. Deyir ki, eramızdan əvvəl 4-cü əsr Hindistan və Əhəməni dövlətinin tarixinə aid ümumi cəhət. Baxın, eramızdan əvvəl 4-cü əsr Hindistan, Əhəməni, Yunanistan hər üç dövlət üçün oxşar cəhət. Makedoniyalı İskəndərin hərbi yürüşünə məruz qalmaları. Bunu bir qeyd kimi götürürsünüz. 4-də olacaq cavabımız B variantı. 5-ci suala baxaq. Hindistanda qulu adlandırırdılar. Hindistanda qulu nə adlandırırdılar? Yad, düşmən. Ona görə 5-də olacaq C variantı. 6-da deyir ki, kasta adlanırdı. Kasta nə idi? Qəti müəyyənləşdirilmiş hüquq vəzifələr olan insan qrupu. Bu da A variantında verilib. Ona görə 6-da olacaq A variantı. 7-də şahmatın vətəni sayılır. Hindistan təbii ki E variantı olacaq. 8-ci sualımıza baxaq. 8-ci sualda deyir ki, deməli, Euler-Wien diaqramına əsasən uyğunluğu müəyyən edin. Ashoka və Sinşixuanini verib, düzdürmü? Deməli, deyir ki, Hindistan vahid halda birləşdirilməsi. Hindistanın vahid halda birləşdirilməsi Ashokanın dövrünə aiddir. Ona görə 1-də olacaq A variantı. İkinci, deməli, deyir ki, eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməsi. 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməsi həm Ashoka, həm də Sinşixuan üçün oxşar cəhət təşkil edinə görə 3-ə yazırıq B variantı. C-də deyir ki, Mehdi Xaqanla sülh müqaviləsinin imzalanması bu heç birinə aid deyil. D-də deyir ki, Hunlarla mübarizənin aparılması Sinşixuan'a aiddir. E-də deyir ki, Makedoniyalı İskəndər tərəfindən hakimiyyətə gətirilməsi E-də heç birinə aid deyil. Deməli, 1 olacaq, 2 olacaq. Deməli, D3 isə B variantı. 8-də doğru cavabımız olacaq E. 9-cu sualda deyir ki, Euler-Wien diaqramına əsasən uyğun bəndi müəyyən edin. Teomantahu, Ashoka və Sinşixuandir. Deməli, burada deyir ki, birincidə eramızdan əvvəl 1-ci əsrdə hakimiyyətdə olması. Eramızdan əvvəl 1-ci əsrdə, daha doğrusu, eramızdan əvvəl 3-cü əsrdə hakimiyyətdə olması. Eramızdan əvvəl 3-cü əsrdə hakimiyyətdə olması həm Teomantahu, həm Ashoka, həm də Sinşixuan üçün oxşar cəhətdir. 4-də gedəcək A variantı. Deməli, 4-də A variantı yazırıq. B-də deyir ki, Makedoniyalı İskəndərlə mübarizə aparılması. Makedoniyalı İskəndərlə mübarizə aparılması nə Teomantahu, nə Ashoka, nə də Sinşixuan dövründə düşmür. Ona görə də B olan variantları çıxırıq. Deməli, C deyir ki, Türk tayfalarını birləşdirərək dövlət yaratması. Türk tayfalarını birləşdirib dövlət yaradan Teomantahu'dur. Ona görə 1 olacaq C variantı. 1-də C variantı olacaq. D-də deyir ki, Maurya sülaləsinin nümayəndəsi olması. Maurya sülaləsinin nümayəndəsi olması Ashoka'ya aiddir. Ona görə 2-yə D gedəcək. E-də deyir ki, Konfutsi təliminin qadağan edilməsi bu Sinşixuan dövrünə düşür. Ona görə 3-də olacaq E variantı. Deməli, variantımız olacaq 1-ə C, 2-yə D, 3-ə E, 4-ə A. Yəni E variantı. 10-cu suala baxaq. Deyir ki, xəritədə rəqəmlərlə işarələnmiş dövlətlərin tarixinə oxşar cəhətləri müəyyən edin. Burada birinci dövlət, bura Çin ərazisidir. Bura isə Hindistandır. Deməli, oxşar həm Hindistan, həm də Çin tarixinə oxşar hadisə istəyir.
Deməli, birinci sualda deyir ki, eramızdan əvvəl 2-ci əsrdə ölkənin şimal əraziləri Hunlar tərəfindən işğal edildi. Bu aiddir Çinə. Hindistana aid deyil. Ona görə 1 götürə bilmərik. 1 olan cavabın D-ni çıxırıq. İkincidə deyir ki, eramızdan əvvəl 3-cü əsrdə ərazisində vahid dövlət yarandı. Həm Hindistan, həm də Çin tarixi üçün bu oxşar cəhətdir. Deməli, doğru cavabımız 1-2-dir. Üçüncüyə baxaq, deyir, nitq adlar Veda adlı sənətdə əks olunmuşdu. Bu aiddir Hindistana. Çində belə bir şey olmağına görə biz bunu götürə bilmərik. 4-də deyir ki, Əhəmənilər imperiyası tərəfindən asılı hala salınmışdı. Əhəmənilər imperiyası tərəfindən asılı hala salınması da Hindistana aiddir. Ona görə 4 olan cavabları A-nı, B-ni, E-ni çıxırıq. Yalnız cavabımız olacaq 2, yəni C variantı. Qalanlarının da sualların digərlərində izahını verəcəm. 11-dən 21-ə kimi olan sualların. Hər birinizi oxurlar, sağ olun.